Bugün Azərbaycanda anım günüdür. Bütün Azərbaycan xalqı şəhidlərimizin əziz xatirəsini yad edir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimiz vətən, torpaq uğrunda öz canlarını fəda etdilər. Biz öz şəhidlərimizlə fəxr edirik. Qəhrəman əskər zabitlərimizlə fəxr edirik. Şəhidlərimizin qanı yerdə qalmadı. Biz şəhidlərimizin qanını aldıq. Döyüş meydanında qisasımızı aldıq. Doğma torpaqlarımızı düşməndən azad etdik. Ölkəmizin ərazi bütövlüyünü bərpa etdik. 44 günlük vətən müharibəsi şanlı tariximizdir. Azərbaycan xalqı bütün gücünü səfərbər edib, yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu. Bütün Azərbaycan xalqı birlik, iradə göstərmişdir. Qəhrəman əskər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bugün biz azad edilmiş torpaqlarda qurub yaradırıq. Şəhərlərimizi, kəndlərimizi bərpa edirik. Və həm şanlı zəfərimizlə fəxr edirik. Eyni zamanda fəxr edirik ki, biz bu torpaqların sahibləri, bu torpaqları yenidən həyata qaytarırıq. Şəhərlərimizin şərəfinə bu abidə, bu qaya parçası burada Qaraxanbəyli kəndinin yaxınlığında ucaldılıb. Qaraxanbəyli kəndi və digər 5 kənd 2-ci Qarabağ müharibəsinin ilk günündə azad edilmişdir. Qaraxanbəyli, Gərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Füzuli rayonun kəndləri və Cəbrayıl rayonun kəndləri, Böyük Mərcanlı və Nüzgər kəndi müharibənin ilk günündə azad edilmişdir. İlk şəhidləri biz məhz bax burada, bu yerdə vermişik. Və bu abidənin yanında düşmənin səngəri yerləşirdi. 5-6 müdafiə xətti mövcud idi bu istiqamətdə. Və Azərbaycan əskəri, Azərbaycan zabiti ölümə gedirdi. Bax, bu müdafiə xəttini və bundan sonraki müdafiə xəttlərini yarmaq üçün. Sözün əsl mənasında ölümə gedirdi. Öz canını fəda edirdi. Ki, üç rəngli bayrağımız Şuşada və bütün digər o vaxt işğal altında olan torpaqlarda dalğalansın. Öz canını fəda edirdi ki, Azərbaycan xalqı öz layiqətini bərpa etsin, ədaləti bərpa etsin və xalqımız öz torpaqlarına qayıtsın. Bu istiqamətdən düşmənin birinci müdafiə xəttini yararaq bizim zəfər yürüşümüz başlamışdır. Və 44 gün ərzində Azərbaycan ordusu hər gün irəliyə gedirdi. Dayanmadan, durmadan, usanmadan hər gün qan tökərək, şəhidlər verərək irəliyə gedirdik. Zəfərə doğru gedirdik. Bir gün belə dayanmadıq. Bir gün belə geriyə addım atmadıq. Ancaq irəli. Düşməni qova-qova, döyüş meydanında tarixi zəfər çaldıq. Və 44 gün ərzində 300-ə yaxın şəhər və kənd düşməndən azad edilmişdir və düşmən məcbur olub kapitulyasiya aktını imzalayaraq öz məğlubiyyətini qəbul etdi və o vaxt hələ işğal altında olan torpaqlardan çıxmağa məcbur olmuşdur. Biz xoşbaxt nəsilik ki, bu şərəfli missiya bizim üzərimizə düşür. Xoşbəxt nəsilik ki, biz bu tarixi hadisənin həm şahidləriyik, həm iştirakçılarıyıq. Və bizdən sonra gələn nəsillər
həmişə bu şanlı tarixlə fəxr edəcəklər. Biz fəxr edirik ki, bu torpağın evladlarıyıq, fəxr edirik ki, döyüş meydanında öz haqqımızı bərpa etdik, düşməni məğlub etdik və bundan sonra biz müzəffər xalq kimi, qalib ölkə kimi əbədi yaşayacağıq. Bugün şəhidlərimizin əziz xatirəsini yad edərək, bir də hər birimiz özünə söz verməlidir, vəd verməlidir, and içməlidir ki, biz müstəqilliyimizin keşiyində əbədi duracağıq. Biz ərazi bütövlüyümüzün keşiyində əbədi duracağıq. Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın. Qoymayacağıq ki, bir daha bizim üçün təhdid yaratsın. Əgər bunu görsək, dərhal hərəkətə keçəcək. Əminəm ki, buna ehtiyac olmayacaq. Çünki ölkəmizin artan gücü, o cümlədən hərbi gücü, müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır. Bir daha şəhidlərimizə rəhmət diləyərək qeyd etməliyəm, bildirməliyəm ki, onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.